Bunu çox adam bilmir. Mənim bu işdə yaşadıqlarım kənardan göründüyü kimi asan olmayıb. Bugün insanlar baxıb deyir, bəxtin gətirib, şansın olub. Amma heç kim soruşmur ki, o günlərdə mən nələrdən keçmişəm. Ona görə də bu videoda uğurdan yox, ora gedən yoldan danışmaq istəyirəm. Mən bu işə başlayanda mənə heç kim inanmırdı. Nə aləmdən, nə yaxınlarımdan, nə də ətrafımdakı insanlardan. Deyirdilər alınmaz, sənlik deyil, bu işdə pul qazanan yoxdur. Hətta elə insanlar oldu ki, mənə birbaşa qadağı qoymağa çalışdı. Dayan, burax, vaxtını hədər etmə. Amma o an bir şeyi anladım. Əgər başqasının inancı ilə yaşasam, başqasının qorxusu ilə də dayanmalı olacağam. Ən çətin hissə bilirsiniz nə idi? Tək qalmaq, dəstək olmayanda, alqış olmayanda, kimsə afərin deməyəndə yenə də davam etmək. Hamı yatanda mən çalışdım, hamı rahat olanda mən yorğun idim və bunu heç kim görmürdü. Mən bu yolda yıxıldım, həm maddi, həm mənəvi. Elə anlar oldu ki, bəsdir demək çox asan idi. Amma hər dəfə özümə bir sual verdim. Bu qədər əziyyəti niyə çəkdin? Və yenə ayağa qalxdım, yenə davam etdim. Geri çəkilmədim. Bu işdə qarşıma elə insanlar çıxdı ki, özləri qazana bilməmişdilər və başqasının da qazanacağına inanmırdılar. Amma mən bir şeyi seçdim. Başqasının nəticəsini öz yoluma ölçü etmədim. Bugün mən geriyə baxanda ətrafımda gördüyüm hər şey o vaxtların bəhrəsidir. O yorğun gecələrin, o sustuğum günlərin, o tək qaldığım anların. Burada bəxt yoxdur, burada şans yoxdur, burada əmək var, səbir var, özünə inanmaq var. Əgər bu videonu izləyirsənsə və bugün sənə də heç kim inanmırsa, bil ki, bəzən insanın yolunu başqaları yox, öz inamı açır və mən bunu yaşadım və bu yol hələ bitməyib. Məndən sən də başlaya bilərsən.